Salam uşaqlar, OTK-nın sınavının mətn suallarını izah edəcəm bugün. Əgər video sizə yararlıdırsa və faydalanırsınızsa, zəhmət olmasa like etməyi və abunə olmağı unutmayaq. Başlayaq mətnimizdən. Mətndə nə deyir bizə? Hansı ki deyir ki, bir çox insan dünyanın enerji mənbəyi kimi neft və kömür asılılığının davam etməsindən narahatdır. There are not green source of energy because və nə deyir bizə burada? Deyir bunlar yaşıl enerji mənbələri deyil. Çünki yandırdıqda nə yaranır? Smoke, tüstü yaranır. This smoke bu tüstü ətraf mühitin çirklənməyinə səbəb olur. Bundan əlavə kömür, neft bərpa olunmayan resurslardır. Yəni bir dəfə istifadə edildikdən sonra onları əvəz etmək mümkün deyil. Nəticədə dünya gələcəkdə enerji qıtlığı ilə üzləşə bilər. Another problems, digər bir problem isə bu yanacaqların yandırılmasının qlobal istiləşməyə səbəb olan böyük miqdarda karbon qazı istehsal etməsidir. Because of these problems, bu problemlərə görə bir çox insan bərpa olunan davamlı və yaşıl enerji mənbələri tapmağa çalışır. One example of a green energy source is a solar power which is produced by solar panels. Yaşıl enerji mənbəyinə bir nümunə günəş panelləri tərəfindən istehsal olunan günəş enerjisidir. Daha sonra uşaqlar 3-cü paraqrafda nə deyir bizə? Digər vacib bərpa olunan enerji mənbəyi nədir uşaqlar? Külək enerjisidir. Külək enerjisi çoxlu külək turbinlərinin olduğu geniş əraziləri olan külək fermaları tərəfindən istehsal olunur. Və bu turbinlər yel dəyirmanına look like bənzəyir. Bilirsiniz, look like sinonimdir. Külək əsdikdə uzun qollar sürətlə fırlanır və elektrik enerjisini istehsal edir sürətli şəkildə, rapidly. Mətnimizin başlığı nədən ibarətdir uşaqlar? Təbii ki, C variantı enerji mənbələrindən. Niyə? Çünki mətn həm bərpa olunmayan neft və kömürdən, həm də bərpa olunan günəş və külək enerji mənbələrindən bəhs etdi. Buna görə də C variantı. 73-cü sualda nə deyir bizə uşaqlar? Mətnə görə hansı fikir doğrudur? Birdə bizə petrol və kömür tükəndikdə bu resurs qıtlığına səbəb olacaqdır. Baxın, burada dedim ki sizə gələcəkdə qıtlığa səbəb olacaqdır. Ona görə bir doğrudur. Külək panelləri küləkdən enerji udur. Səhv idi. Nədən udurdu? Günəşdən. 3-də günəş enerjisi elektrik xətləri olmayan yerlərdə istifadə edilə bilərdi. Doğrudur. Ona görə 73 D variantı. 74-də cümləni tamamlayın. Külək turbinləri külək fermalarında yerləşir və yel dəyirmanlarına bənzəyirdi. Doğruydu. Buranı oxuduq. Daha sonra günəş enerjisi elektrikə çevrilirdi. Xeyr, bayaqlar biz oxuyanda dedik ki, külək enerjisinə çevirir. 3-də deyir, yel dəyirmanları kimidir və küləkdən enerji istehsal edir. Bəli, doğrudur. Ona görə 1-3 A variantı. 75-də bərpa olunan enerji mənbələrinin üstünlükləri nələrdir? Birdə nə deyir bizə uşaqlar? Bərpa olunan enerji mənbələri heç vaxt bitməyəcək təbii mənbələrdir. Doğrudur. 2-də petrol və kömür kimi onlar da havanı çirkləndirir. Xeyr, onlar necə idi? Yaşıl idi, yanlışdır. Onlar kömür və petroldan asılılığımızı artırır. Səhvdir uşaqlar. Tam əksi azaldır. 4-də isə bərpa olunan enerji karbonu azaldaraq qlobal istiləşməni azaltmağa kömək edir. Bu da doğrudur. Ona görə 75-də doğru cavabımız C variantı. 6-cı suala baxaq uşaqlar. 76-da işıq sözünün sinonimini soruşur bizdən. Təbii ki, problemdir. 78-ci sualda da baxın, burada bayaqlar mətni oxuyanda da elə sizə dedim ki, similar var orada. Nə deməkdir? Oxşar. Sinonimimiz nə idi? Look like.
77 və 79-cu sualları komment bölməsinə yazın və mən sizə orada doğruluğunu deyim. Hansı sözləri dəyişmisinizsə yazın, mən sizə onun orada doğruluğunu deyəcəm.